Allahın salamı olsun üzərinizə. Sizə ev təmiri ilə bağlı məlumatları çatdırım. Çünki sizə də faydamız toxunsun. Bir neçə dəfə mən bunları sizlərə izah etmişəm, təkrar deyirəm. Ev təmir etdirmək istəyənlər günü bugün belə təmirə versəz, bir aydan sonra ödənişinizi eləyə bilirsiniz. Yəni biz ilkin ödənişi bu başdan götürmürük. Çünki çox insanlar, bax, hal-hazırda biri ilə görüşdüm. Yəni imkanı da var ev təmir etdirməyə, ancaq inana bilmirlər. Əli gəlmir pulu ödəsin ilkin ödənişi. Biz öz aramızda müqaviləmizi bağlamışıq. İşə də başlayırıq inşallah. Bir aydan sonra müştəri pulunu ödəyəcək. Bunu sizlərə də təklif edirəm. Bu günləri evinizi təmirə verirsiniz, bir aydan sonra ödəniş eləyə bilirsiniz. Telefon nömrəmiz profildə qeyd olunub. Buyurun əlaqə saxlayın, ətraflı məlumatları öyrənin. Ondan sonra görüşüb mənzilinizə baxandan sonra qərarınızı verə bilərsiniz.